Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin bugün sizə mübtəda və xəbəri bu formada izah edim. Ümid edirəm ki, sizin üçün faydalı olacaq. Cümlənin baş üzvləri mübtəda və xəbərdir. Yəni, əsasını mübtəda və xəbəri təşkil edir, qrammatik əsasını. İndi gəlin belə bunu nağılvari formada danışaq, izah edək, öyrənək. Deyək, təsəvvür et ki, məktəbdə sinifiniz futbol oynayır. Müəllim soruşur, qolu kim vurdu? Kim vurdu? Şagird cavab verir, Murad qol vurdu. Qol vuran kimdir? Muraddır. Mübtədanın şərti nədir? Cümlədə haqqında danışılan şəxs və ya əşya mübtədadır. Onun gördüyü iş və ya vəziyyət isə xəbər olur. Haqqında danışılır Muradın. Deməli, Murad kim sualına cavab verib, müstəqil xəbərlə bağlanacaqsa mübtədadır. Deməli, bəli, Murad mübtədadır. Qol vurdu, bu da Muradın gördüyü işdir. Bu isə xəbərimiz olacaq. Gündəlik həyatımızdan nümunələrə, bəsit nümunələrlə baxaq. Aylin dərs oxuyur. Biz birinci xəbərimizi tapmalıyıq. Oxuyur kim? Aylin. Xəbərimizdən sual verib, biz nə edəcəyik? Mübtədamızı tapacağıq. Hazırdır. Nə hazırdır? Yemək hazırdır. Yaşıllaşıb nə? Ağaclar. Nə yaşıllaşıb? Ağaclar mübtədadır. Nə edib? Yaşıllaşıb. Bu da bizim xəbərimizdir. Və buradan deyir, mübtədanı necə tanıyaq? Əvvəlcə xəbəri tapırıq, sonra xəbərə kim, nə, hara suallarını veririk. Cavab verən, yəni bu suallara cavab verən söz, müstəqil şəkildə xəbərlə bağlanan söz cümlənin mübtədası olacaq. Hökmən cümlənin mübtədası cümlənin əvvəlində gəlməlidir deyə bir qaydamız da yoxdur. Məsələn, mən evə gedəndə Əli gəlirdi. Gəlirdi kim? Əli. Əli cümlənin ortasında işləndir. Xəbəri necə tanıyaq? Mübtəda haqqında deyilən işi, hərəkəti, hökmü, mübtəda haqqında deyilən işi, hərəkəti, hökmü bildirən söz xəbərdir. Xəbər iki cür olacaq. Feili xəbər, ismi xəbər. Feili xəbər hərəkəti bildirir, nə etməklə bağlı suallara cavab verir, oynayırlar, nə edirlər, işləyir, nə edir, oxudum, nə etdim. İsmi xəbərlər feildən başqa digər əsas nitq hissələri xəbərdədirsə, məsdər və feili sifət xəbərdədirsə, həmin xəbər ismi xəbərdir. Müəllimdir, kimdir, istidir, necədir, sinifdədir, haradadır və s. Uşaqlar, bu sözlər var, yox, gərək, mümkün, bəs, müəyyən suala cavab verməsələr də müstəqil ismi xəbər olur. Var, xəbərdir, lazımdır, xəbərdir. Burada mümkündür olsaydı daha doğru olacaqdı.